Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin ve salatu vesselamu ala rasulina Muhammedin ve ala alihi ve sahbihi ecmaîn. Amma ba'd. Allah azze ve celle'nin izniyle çoxdandır planlaşdırırdıq ki, hansı kitabı oxuyaq, fiqhə mi başlayaq, ədəb, ərkən məsələlərindən başlayaq. Yəni, əlhamdülillah, şəriətimiz genişdir. Və qardaşlarla müzakirə edirdik ki, bir kitab götürək və onun üzərinə başlayaq. Bugün Allah həmd olsun qərar verdim ki, biz təfsir oxuyaq. Allah azze ve celle'nin ayətlərini oxuyaq, gücü çatanlar, zehni olanlar, vaxtı olanlar həmin ayətləri əzbərləsin və təfsir edək. Yəni, alimlər həmin ayətlərdə Allah azze ve celle bizdən nəyi istəyir, nəyə murad edir, alimlərin sözləri ilə təfsir edək. Və başlamaq istədiyim birinci surə Bəqərə surəsidir. Ki, bilirsiniz ki, Bəqərə surəsi Quran-ı Kərimdə ən uzun olan surədir və içərisində bir çox qissəni və əhkamı əhatə edən bir surədir. Və Bəqərə surəsi əlif, ləm, mim hərfləri ilə başlayır və bunlara huruful muqatta deyilir. Ki, İbn Kəthir rahimehullah, İbn Cərrət Təbər rahimehullah bu əlif, ləm, mim üçün buyurur ki, hədihil huruful muqatta'ati ləti iftutihat biha hədihil surəti və qayrihə. Bunlara deyir, müqatta hərflər, yəni kəsik hərflər deyilir və bu surə və başqa surələr bu hərflərlə başlayır. Tə'tilli bəyəni i'cazli Qur'an və bunun bu şəkildə başlaması Qur'anın ecazkarlığını ortaya qoyur. Haythu tudhira aczel xalqan muaridatihi bimislihi və həmçinin bu nə üçündür? Bu cür başlaması aciz olan yaradılmışların Quran-ı Kərimdə etiraz edici bir şey tapmalarına da manidir. Ma'annahu murakkabun min hadihil hurufil arabiyyəti ləti yetəhəddəthunə biha. Halbuki bu hərflər ərəblərin danışdığı hərflərdəndir. Amma onlar bunun nə mənəyə gəldiyini bilmədilər. Yəni, burada söhbət nədən gedir? Məkkə müşrikləri Peyğəmbər sallallahu aleyhi ve sellem ayətləri deyəndə onların içindən ədiblər var idi. Onların içərisindən də savadlı olan insanlar var idi və onlardan bəziləri deyirdilər ki, bu nədir ki, Muhammedin sallallahu aleyhi ve sellem özündən qoşduğu şeylərdir, biz də bunları eləyərik. Biz də yəni bu şəkildə qrammatikanın düzülüşünə uyğun bir şəkildə və ədəbiyyata lazımı qaydaları şəkildə biz də həmin ayətləri deyərik. Və birdən biri ayət indi. Əlif, ləm, mim. Nədir bu? Qaldılar baxa-baxa. Bunu qəsd edir ki, bu ecazkarlıqdır. Yəni, onlar artıq buna etiraz edəcək bir şey tapmadılar. Qaldılar baxa-baxa ki, yəni bu əlif, ləm, mim nə mənəyə gəlir? Biz belə bir şey görməmişik. Nə belə bir ədəbiyyat görməmişik, nə belə bir danışıq üslubu görməmişik, nə belə bir şeir görməmişik. Artıq belə qaldılar. Yəni, bunu Muhammedin uydurmağına heç bir şəkildə mümkünat yoxdur. Çünki görülən bir şey deyil. Bundan öncəkilər cümlələr şəklində gəlirdi. Əlbəttə cümlələri kimsə yazma ehtimalı ola bilərdi. Ki, biz elə iman gətirmirik. Yəni, onlar ətraflarına belə şübhələr gətirə bilirdilər. Amma əlif, ləm, mim heç kimin görmədiyi bir şeydir. Bu necə ola bilərdi ki, ümmi olan, oxuma yazma bilməyən bir adam bu şəkildə heç bir kəsin bilmədiyi bir şeyi, hansı ki, hərfləri bilirlər ki, əlif hərfidir, ləm hərfidir, mim hərfidir, amma nə mənəyə gəlir bəlli deyil. Və təfsirlərdə bu gəlir ki, bu Allah azze ve celle'nin onları susturma metodudur. Yəni, onlara Quranın ecazkarlığını, Allah azze ve celle tərəfindən bir vəhy olduğunu bildirmə üsullarından birisidir. Və həmçinin davamında buyurur ki, Zəlikəl kitabu la raybə fih. Bu elə bir kitabdır ki, onda heç bir şək və şübhə yoxdur və o müttəqilər üçün hidayətdir, yəni yol göstəricidir. Və ayətin bu qismi ilə bağlı yenə İbn Kəthir rahimehullah buyurur ki, İnnə hədəl Qur'an la şəkkə fi ənəhu haqqun fi zətihi. Bu Qur'an onda heç bir şübhə yoxdur və o zatında haqdır. Və ənəhu nəzələ min indillahi teala. O Allah azze ve celle tərəfindən nazil olmuşdur. Kəmə ənəhu la yetədəmməni mə yucibur reyb. Necə ki, onda heç bir şübhə yoxdur. Yəni, Allah tərəfindən gəldiyi isbatlıdır nədə? Onda heç bir şək və şübhə yoxdur. Yəni, Allah azze ve celle Səcdə surəsində buyurur ki, əlif, ləm, mim. O surə ilə başlayır. Tənzilul kitabi la raybə fihi min rabbil aləmin. O aləmlərin Rəbbi tərəfindən nazil olan və içində heç bir şək və şübhə olmayan kitabdır. Gördünüz, orada da Səcdə surəsində necə başladı? Huruful muqatta ilə başladı. Nəyi öyrətdi? Kitabda heç bir
şək və şübhə yoxdur və o Allah Azza və Cəllə tərəfindən gəlmişdir. Həmçinin Nisa surəsi 82-ci ayədə Allah Azza və Cəllə buyurur ki: "Əfələ yətədəbbərunəl Qur'an." Onlar Quranı düşünməzlərmi? Quranı tədəbbür etməzlərmi? وَلَوْ كَانَ مِنْ عِنْدِ غَيْرِ اللّٰهِ لَوَجَدُوا فِيهِ اِخْتِلَافًا كَثِيرًا. Əgər Allahdan başqası tərəfindən endirilmiş olsaydı, onun içində çoxlu ixtilaf olardı. Yəni, bir-birinə müxalif çoxlu şeylər olardı. Allahdan gəlib, heç bir şək və şübhə yoxdur və içində bir-birinə müxalif olan heç bir şey yoxdur. Və həmçinin indi qayıdırıq ayətin o qisminə, Hudən lil muttəqin, o müttəqilər üçün hidayət rəhbərdir. Əlif, ləm, mim, zəlikəl kitabü lə raybə fihi hudən lil muttəqin. Bu kitabda heç bir şək və şübhə yoxdur və o müttəqilər üçün hidayətdir. Yəni, innəl Qur'anə hudən minəd dalalə. Yəni, o, zalələtdən sapıqlığa çıxarıcı bir yoldur. O, elə bir kitabdır ki, insanı sapıqlıqdan haqqa çıxarır. Və nurun, o bir nurdur. Və tibyanun lilləzini yəttəqunə qadaballahu teala və qabahu. Və o, açıqlayıcıdır. Amma kimlər üçün açıqlayıcıdır? Allahın əzabından və qəzəbindən qorxanlar üçün. Yəni, bu kitab hamı üçün bir açıqlayıcı deyil, hamı üçün yol göstərici deyil. Hamı bilir ki, Quran-ı Kərim var. Bugün Quran-ı Kərimin olmadığını bilən var. Ateist də bilir ki, belə bir kitab var. Deist də bilir, belə bir kitab var. Özünü İslam'a ispat edən də bilir, belə bir kitab var. Xristiyan da bilir, Yahudi də bilir, Bəhai də bilir. Adını bilmədiyimiz dinlərə, batıl dinlərə özünə istinad edən hər bir kəs bugün bilir ki, müsəlmanların belə bir kitabı var. O kitabın adını bilməklə onlar o kitabdan hidayət tapırlar? Yox. Deməli, o kitabdan hidayət tapacaq olan, o kitabın yol göstərdiyi kəslər kimlərdir? Allah Azza və Cəllənin əzabından və qəzəbindən qorxan kəslərdir. Bimtithəli mə əmərallahu Teala bihi və şidnəbi mə nəhə anhu. Və bu səbəblə də onlar nə edirlər? Allah Azza və Cəllənin əmirlərinə tabi olarlar və Allah Azza və Cəllənin isə qadağasından qorxarlar. Və bu da İbn Cərrət Təbər Rahiməllahın təfsirində gəlir. 1-ci cild 239-cu səhifədə gəlir. Və davamında ayətdə nə buyurur? Əl-ləzīnə yu'minunə bil-qaybi. O kəslər qeybə iman gətirərlər. Yəni, müttəqilər o kəslərdir ki, onlar qeybə iman gətirərlər və yuqimunə salətə namaz qılarlar və mimmə rəzəqnəhum yunfiqun və onlara verdiyimiz ruzlərdən isə infaq edirlər. Üzr istəyirəm. Əl-ləzīnə yu'minunə bil-qayb. Birinci ayəti gətirir, sonra təfsirləyəcək qismi gətirir. Müttəqilər kimdir? Qeybə iman gətirirlər. İnnə min sifətil muttəqinə ennəhum yusaddiqunə və yuqirrunə bil-qayb. Bu dil müttəqilərin sifətidir. Onlar sadiqdirlər və qeybi iqrar edərlər. Baxın, qeyb nədir? Vəl-qaybu huvə kullu mə qaba anil abdi. Qula bilinməyən şeylərin hamısı qeybdir. Hansı ki, o şey qula bilinmir. Və müttəqinin də vəsfi nədir? Həmin ona bilinməyən şeyləri iqrar edib onun üstündə sadiq qalmaq. Və mələklər bizə bilinən bir şeydir, yox. Amma biz ayətlərdə gəlirsə, bu bizə qeybdir. Biz görmürük ki, bilmirik ki, ayətlə gəldi, nə edirik? İman gətiririk, iqrar edirik, üstündə sadiq qalırıq. Axirət həyatı, ölüm, ölümdən sonra dirilmə, qəbir əzabı, sorğu-sual. Bunlar hamısı qeybi məsələlərdir. Yəni, biz bunları İnsan bunları görmür. Amma nəyəsə istinadən iman gətirir. Bu müttəqinin vəsfi budur. Müttəqilərin vəsfi budur. Allah və Rəsulü dedi, mən iman gətirdim və bunun üzərində sadiq qaldım, deyir. Və müttəqi bu şəkildə. Allah və Rəsulü dedi, mən iman gətirdim. Və ona görə bugün elə insanlar olur ki, görürsən, bir müddət ibadət edir, bir müddət namaz qılır. Amma bir müddət keçir, baxırsan ki, çönür də, belə deyim. Başlayır nə eləməyə? Ayətlər oxuyur, şübhəyə düşür. Ayətlər onu hidayətə çevirmir. Orada problem nədir? O kəs müttəqi deyil. Həmin o şeylərin üzərində sadiq qalan bir insan deyil. Və davamında buyurur ki, Əl-İmənu billahi Teala və mələikətihi və kutubihi və rusulihi və l-yevmil əxir. Onlar deyir, Allaha iman gətirərlər, mələklərinə iman gətirərlər, kitablarına iman gətirərlər, rəsullarına iman gətirərlər və axirət gününə iman gətirərlər. Ayətin davamında buyurur ki, yuqimunə salə. Müttəqilərin vəsfləri. Birincisi dedi ki, onlar nədir? Birinci vəsf nə idi? Müttəqilərin birinci vəsfi nə idi? Qeybə iman gətirərlər. İkinci vəsfi nədir?
Allahdan qorxaq. İkinci vəsfi, ayətlə, vəsflər çoxdur. Bu ayətdə namaz qılarlar. Dedik də, yuqimuna salat. İndi o hissəsini gəldik təfsirləmə. Əy, yuəddunə salətə bi hududiha və furudiha və vacibatiha kəmə əmərəllahu azza və cəllə. Onlar deyir, namazın iade eləyərlər, namazı əda eləyərlər. Amma necə hədləri ilə, fərzləri ilə, vaciblərlə necə Allah azza və cəllə onu əmr edib. Necə Rasulullah sallallahu aleyhi ve sellem əmr edib o şəkildə. Yəni, məqsəd namaz qılmaq deyil. Məqsəd namazı Allah və Rasulü əmr elədiyi kimi qılmaqdır. Əgər bu namaz əmr olunubsa, bunun bəlli hədləri var. Bu namazın bəlli hədləri var. Namazın vacib hissəsi var, namazın sünnə olan hissəsi var və namazın sadəcə və sadəcə Allah üçün qılınma hissəsi var. Biri var, namazı qıldın, gəldin vaxtıda, qılım tez adət halını, adət yerini tapsın da namazımı qılmış olun. Biri də var ki, namaza hazırlaşmaq. Ən gözəl paltarı geyinmək, qoxu sürmək, gözəl şəkildə dəstəmaz almaq, dəstəmaz alarkən misvaqlanmaq, safa gəlib durarkən misvaqlanmaq, namaza başlamadan öncə misvaqlanmaq, əzanını verirsən, duavı eləyirsən, iqaməvi verir, sünnələrvi qılırsan varsa eğer, həmin namazda sünnər. İqaməni verirsən, fərzi ən gözəl şəkildə, aram-aram, tədili ərkan deyilir. Qiyamda durursan, sonra gözəl şəkildə təkbiri gətirib rüküyə gedirsən, rükuda durursan, rükudan qalxırsan, yenidən ikinci qiyamda durursan, gözəl şəkildə səcdə edirsən. Yəni, bu, Peyğəmbər sallallahu aleyhi və səlləm bizə öyrətdiyi namazdır. Tez-tez yox, sürətlə yox. 50 saniyə 4 rükət namaz sığdırmaq o ibadət deyil. O Allah və Rasulun istədiyi ibadət deyil səndən. Bir şey ki, o ibadət nədir? Nə üçün əmr olunub? Bizi dünya məşqələlərini uzaqlaşdırmaq üçün. Mən yenə əlimi qaldırıb Allahu Akbar deyib əlimi bağlayanda məndən alınacaq malın, veriləcək malın, hesabatın, günün sonunun, kiranız adı fikirləşdi, mən namazda qutarmış oldu bu səbəblə. Budur ibadət əmr olunan. Bunu olsa eləyirdin də, namaza durmalı. Bunu oturmuşdun iş üstündə, iş masanda oturmuşdun, xodla. İş masasında oturmuşdun və fikirləşirdin bu şeyləri. Durdun ibadətə getdin. Niyə? Dünya məqsədlərindən, mənfəətlərindən uzaqlaşıb qəlbini rahatlaşdırmaq üçün, Rəbbi və ibadətlə imanını artırmaq üçün getdin də. Orada da onu düşündüyün halda səncə nə dəyişdi sənin həyatında? Rahatlama ola bilər, ola bilməz. Bəzən deyirik ki, hədis oxuyuruq ki, Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, bu 3 vəsif var ki, kimdə olsa o kəs imanın şirinliyini dadmış olar. Birincisi, nədir bilirsiniz hədisi? Allah və Rasulunu hər kəsdən çox sevmək. İkincisi, sevdiyini ancaq və ancaq Allah üçün sevmək. Üçüncüsü, küfürdən qayıtdıqdan sonra yenidən ora düşməyi, o da xor ateşə atılmaq qədər kərik görmək. Bəzən danışırıq ki, biz ləzzət ala bilmirik, ibadət edirik, amma şirinliyini hiss eləyə bilmirik. İnsan şirinliyi hiss eləyir. Bir dənə paxlava gətirib qoyurlar, birini yersən, xoş gəlir, ikincisini istəyirsən, nəfs üçüncüsünü istəyir. İndi ibadətləri bu şəkildə istəmək üçün də ondan bir ləzzət almalısan, bir dad almalısan, xoş olmalı sənə ki, onu davamiyyətli yerinə yetirəsən. O ləzzətə gedib çatmaq üçün də onun ön müqəddimələri var da, o Min-Əhkam-ı Salah kitabında İbn-i Teymiyyə Rəhməllah gözəl şəkildə izah edir. Yəni, o danışdığımız şeylər var. Daranmaq, gözəl paltar geymək, misvaqlanmaq, ətirlənmək, ən gözəl şəkildə dəstəmaz almaq, mümkünsə məscidə cəmaata yeriyərək getmək. Bunlar hamısı nədir? Həmin o əməldə səni xuşuya aparan yollardır. Yəni, öncəsində ən gözəl şəklində onları yerinə yetirirsən, namaza gəlib çatanda əlhəmdə görürsən ki, namaz həqiqətən belə türklər demiş, tadından yeməz bir şəkildə, yenməz bir şəkildə, gözəl bir şəkildə ərsəyə gəlmiş olur. Və ayətin davamında Allah Azze və Cəllə buyurur ki, وَمِمَّا رَزَقْنَاهُمْ يُنْفِقُونَ Onlar verdiğimiz ruzilərdən infaq edərlər. Əy yuxricunə min tayyibi mə a'tahum rabbuhum minəl a'məl əmval. Yəni onlar Allah Azze və Cəllənin Rəblərinin onlara verdiyi mallardan ən gözəl şəkildə çıxararlar. Yəni ehtiyacı olanlara ən gözəl şəkildə sədəqələrini verərlər, sədəqələrini eləyərlər. Və davamındakı ayətdə buyurur ki, وَالَّذِينَ يُؤْمِنُونَ بِمَا أُنْزِلَ إِلَيْكَ وَمَا أُنْزِلَ مِنْ قَبْلِكَ وَبِالْآخِرَةِ هُمْ يُوقِنُونَ Onlar sənə və səndən öncə endirilənlərə iman gətirərlər, yəni Qurana və Qurandan öncə endirilən kitablara və səhifələrə iman gətirərlər və bil-əxirəti hum yuqinun və axirətin varlığına da yəqindirlər. Və bunun xüsusi vurgulanmasının səbəbi var. Çünki Məkkə müşrikləri axirətə iman gətirmirdilər axı.
Müsəlmanlarla, möminlərlə onlara ayrılan vəsflərdən birisi də nədir? Möminlərin axirətə yəqin olaraq iman gətirmələridir. Amma bu axirətə yəqin iman başqa məsələdir, qardaş. Çünki sən axirətin varlığına ki, ölümün gələcəyinə ki, iman edirsən, tam. Daim o sənin ağlındadır. Necə Allah Resulü sallallahu aleyhi ve sellem buyurur, "Əkthiru zikrə hədimil ləzzətul mövt." Ləzzətlərə son qoyan ölümü çox-çox xatırlayın. O ki, ölüm haqqında artıq sən yəqin imandasan, onu daim xatırlayırsan, axirətə yəqin iman gətirmirsən və bilirsən o gün əməllər hamısı ərz olunacaq. Gizli heç də qalmayacaq. Bu dünyada nəyi ki, utanıb gizlədirik, o dünyada hamısı ərz olunacaq. O günə sən yəqin iman gətirirsənsə, əlhamdülillah, görəcəksən ki, sənin əməllərində dəyişim var. Sən başlayırsan qorxmağa, qeybətdən, eşitdiyin şeyi danışmaqdan, elmsiz danışmaqdan başlayırsan qorxmağa. Hansısa bir qadına baxmağa və ya hər hansısa bir zina fikrinin sənə gəlməsinə və ya namazı tərk etməyə, orucu tərk etməyə, zəkat tərk etməyə başlayırsan qorxmağa. Və o insanlar, bax, sahabələr necə o vəziyyətə gəldilər? Yəni, Quran-ı Kərimdə Allah Azza və Cəllənin onları kişi adlandırdığı, onlara hələ ölmədən cənnətlə müjdələdiyi, bu həyatda cənnətlə müjdələdiyi topluluğa necə gəlib çıxdılar? Ahirətə yəqin iman gətirərək. Bizdə hələ, əlhamdülillah, bizdə bilirsiniz necədir? Ərabilər barədə var, iman gətirdik deməyin, təslim olduq deyin. Biz hələ təslim mərhələsini keçməyə çalışırıq və Allaha dua edirik ki, ya Rabbim, bizi sabit elə, imanımızı artır. وَالَّذ۪ينَ يُؤْمِنُونَ بِمَا اُزْلَ اِلَيْكَ وَمَا اُزْلَ مِنْ قَبْلِكَ Sənə və səndən öncə gətirilenlərə iman edərlər. Əy, innə min sifətil muttəqinə aydan. Bu da həmçinin müttəqilərin sifətlərindəndir. Ənəhum yu'minunə bil-Qur'anilləzi ənzələ ilə Muhammedin sallallahu aleyhi və səlləm və yu'minunə aydən bi cəmi'li kutubus səməviyyəti səbiqə. Onlar Quran-ı Kərimə, yəni Muhammed sallallahu aleyhi və səlləmin nazil olan o kitaba iman gətirərlər. Həmçinin onlar bütün keçmiş olan səmavi kitablara da iman gətirərlər. Min qabli ba'athati Muhammedin sallallahu aleyhi və səlləm. Hansı ki, Peyğəmbər sallallahu aleyhi və səlləm hələ gəlmədən öncə nazil olan kitablara da iman gətirirlər. Necə Allah Azza və Cəllə Nisa sözü 36-cı ayında buyurur, Ya eyyuhəl-ləzine əmənu, ey iman gətirənlər, əminu billahi və rasulihi vəl-kitabilləzi nəzzələ alə rasulihi vəl-kitabilləzi ənzələ min qabl. Ey iman gətirənlər, Allaha, onun rəsuluna və rəsuluna nazil etdiyi kitaba və ondan öncə nazil etdiyi kitablara iman gətirin. İman gətirənlərə Allah Azza və Cəllə xitab edir ki, təkrar iman gətirin. Nəyə? Allaha, rəsuluna nazil etdiyi kitaba və ondan öncəki rəsullara nazil olan kitablara iman gətirin. Nisa surəsi 136-cı ayət. Həmçinin Allah Azza və Cəllə Ankabut surəsi 48-ci ayədə buyurur ki, və qulu əmənnə billahi unzilə ileynə və unzilə ileykum. Deyin ki, bizə və sizə indirilənə iman gətirdik. Və qulu əmənnə, deyin, biz iman gətirdik, billəzi unzilə ileynə, bizə indirilənə Qurana və unzilə ileykum və sizə indirilənə, əhli kitaba indirilənə iman gətirdik. Və ayətin sonunda buyurur ki, bu Bəqərəyə ayətlərdən birdən ayətə qaydanda bilin ki, təfsir etdiyimiz ayətə qaydırıq. Və bil əxirətihum yuqinun. Onlar axirətə iman gətirərlər, daha doğrusu imanlarında yəqindirlər. Yu'minunə imanən la yatatarraqu ilayhi şəkkun bil ba'th və nuşur. Onlar deyir, ölümdən sonra dirilməyə yəqin bir şəkildə iman gətirərlər. Burada heç şək və şübhəyə getməzlər. Və səvabi vəl-iqab vəl-hisab vəl-mizan və qeyri zəlikə mimmə əaddəllahu Teala xalqihi yevməl-qiyamə. Və qiyamət günü Allah Azza və Cəllənin yaratdıqlarına vermiş olduğu şeylərə, o mizana, hesaba, savaba, günaha, hamısına iman gətirərlər. Və davamında buyurur ki, Uləikə alə hudən min Rabbihim və uləikə humul müflihun. Onlar Rəblərindən hidayət tapmışlardır və onlar fəlaha çatmışlardır. Kimlərdir onlar hidayət tapanlar? Qaydırıq yine əvvələ. Bu kitabda heç bir şək və şübhə yoxdur. O kitab müttəqilər üçün hidayət rəhbəridir. Kimdir o müttəqilər? Qeybə iman gətirərlər, namaz qılarlar və verdiyimiz ruzlərdə infaq edərlər. Sonra sənə və səndən öncə göndərilənlərə iman gətirərlər və axirət gününə də yəqinlə inanarlar. Oradakı inançda yəqindirlər. Və Allah Azza və Cəllə bu vəsif sahiblərinə deyir ki, onlar Allahın hidayətini tapmış insanlardır. Yəni bu kitab artıq onlar üçün hidayətdir və onlar qurtuluşa, fəlaha çatmışlardır.
O ayetin o hissəsi var. Ulaika ala hudan min rabbihim. Orada bu ki, ey innel muttasifune bi cemi'i ma taqaddeme zikruhu min sifatil muttaqin ala nurin ve burhanin ve basiretin min rabbihim subhane. Mən dediyim kimi. Yəni onlar hidayəti tapdılar. Nə deməkdir? Yəni hansı ki o kitab ki onlara rəhbərlik eləyəcəkdi və sonra bu vəsflərə sahib olacaqdılar. Onlar o vəsflərin hamısına sahib oldular və ona görə Allah Azze və Cəllə onlara hidayət elədi. Və ulaika humul muflihun və hum aydan faizun bi idraki ma talabu və bin necati mimma minhu harabu. Yəni onlar Allah Azze və Cəllənin o harab elədiyi vəziyyətdən qurtulmuş və tələb olunan şeyə də yönəlmiş oldular. Yəni əzabından qurtuldular, onun müjdəsinə, onun vermiş olduğu xeyrə doğru yönəldilər. Baxın, bu gözəl qardaşlarım, Bəqərə surəsi 1-ci və 5-ci ayətlərin təfsiridir. Bir daha söyləyirəm. Əlif, ləm, mim. Bu dedik huruful müqatta'dır. Dalınca nə buyurdu Allah Azze və Cəllə? Bu kitabda heç bir şək və şübhə yoxdur və o müttəqilər üçün rəhbərdir, hidayətdir. O müttəqilər ki, qeybə iman gətirərlər, namaz qılarlar, onlara verdiyimiz ruzlərdən infaq edərlər. Sonra? Ondan əvvəlkilərə. Bəli. Bəli, sənə və səndən öncə indirilənlərə iman gətirərlər və axirətə yəqinən inanarlar. Onlar Allah tərəfindən hidayətə məzhar olmuş kəslərdir və qurtulmuş olan insanlardır. Baxın, gözəl qardaşlarım, bu həqiqətən 5 ayədə böyük faydalar var. Allah Azze və Cəllə həqiqətən surəni açırsan, başında bildirir ki, nə eləməlisən. Başında bildirir. Yəni, gözəl bir müsəlman olmaq üçün, mömin olmaq üçün Bəqərə surəsinin hamısını, 50 səhifənin, 200 yarımın hamısını əzbər bilməyə ehtiyac yoxdur. Bu 5 ayət də bəs edir ki, sən həqiqətən bir mömin kimi olasan. Necə o Əsr surəsi var, vəl asr. İnnəl insənə ləfi xusur. Əsrə and olsun ki, insanlıq hamısı xüsurəndadır. İlləl-ləzinə əmənu və amilus salihati və təvəsav bil haqq və təvəsav bil sabr. İman gətirən, salih əməl işləyən, haqqı və səbri tövsiyə edənlər bundan istisnadır. İmam Şafi Rahimullah buyurur ki, Allah Azze və Cəllə qullarına bu surədən başqa heç bir hüccət göndərməsəydi, bu surə kifayət eləyərdi. Deyir də qardaş, insanlıq xüsurandadır. İstisna nədir? İman gətirməlisən, salih əməl etməlisən, haqqı tövsiyə eləməlisən, yəni dəvət eləməlisən, səbri tövsiyə eləməlisən, yəni dəvət qarşısında baş və gələn müsibətləri səbir eləməlisən. Bəs də deyil. Digər artıq bütün hökmlər, ayətlər bu imanı necə gətirirsən, salih əməli necə edirsən, salih əməli necə qoruyursan, haqq necə tövsiyə olunar, səbir necə tövsiyə olar, bunun üzərindədir. İndi bu 5 ayət də elə, kifayətdir bu 5 ayət. Və özdə burada tam vəsfə verir ki, iman necə olar. Qeybə iman gətirirsən, namaz qılırsan, sən sədəqə verirsən. Onun üçün, əziz qardaşlarım, təfsir elmi həqiqətən geniş elmdir. Yəni biz burada otursaq 1 saat da danışa bilərik. Amma mən çalışacağım ki, hər dərs sizə belə qısa-qısa 20-25 dəqiqə götürə biləcəyiniz şəkildə verim və gələn dərs bu ayətləri mənə deməyiniz şərti ilə. 5 ayət nədir ki? Gələn dərs inşallah 5 ayəti mənə oxuyacaqsınız. Demirəm ərəbcə. Azərbaycan dilində 5 ayəti mənə Allah Azze və Cəllə izlə oxuyacaqsınız. Allah elmimizə bərəkət versin. Allah Azze və Cəllə bizi eşitib faydalanan qullarına etsin. Allah Azze və Cəllə bizi həqiqətən o hidayət yolunu tapan müttəqilərdən eləsin. Ahirətə yəqin iman gətirən və sonunda da qurtulan müttəqilərdən etsin. Əmin. Vəlhamdülillahi Rabbil aləmin.